etirazların verilmesi hakkında Azərbaycan İsraili Soveti Rəyasət Heyətinin fərmanı dərc edilmişdir. Onların arasında tarixən Bəhram Mənsurovun da adı var. Əməkdaşımız Qahirə Rəcəbovanın Bəhram Mənsurovla söhbətini təqdim edirik. Azərbaycan xalq muğamlarının mahir ifaçısı kimi nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da şöhrət qazanmışdır. Onun sehirli tarının mizrabından qopan həzin, könülləri diqqətə gətirən musiqi sədaları Macarıstandan, Almaniya Demokratik Respublikasından, Hindistandan, İrandan və başqa ölkələrdən eşidilir. Qiymətli sənədlər, vallar, saysız hesabsız foto şəkillər, məktublar, sənət adamlarının əl yazmaları Bəhram Mansurovun evində toplanmış zəngin bir xəzinədir. Azərbaycana gələn xarici qonaqlar xalq musiqimizə böyük maraq göstərirlər. UNESCO nəzdindəki beynəlxalq müqayisəli Musiqi Tədqiqatı və Sənədlər İnstitutunun direktoru Professor Aleni Danielu Bakıda olarkən xalq musiqi alətlərində çalan sənətkarları dinləmiş, Bəhram Mansurovun ifasını daha çox bəyənmiş və tarzənin net yazılarını özü ilə aparmışdır. Bu vallar isə 1971-76-cı illərdə UNESCO-nun musiqi antologiyası və musiqi atlası seriyaları ilə buraxılmışdır. Bəhram Mansurov bu valları, məktub və foto şəkilləri qiymətli bir yadigar kimi əsir saxlayır. Bu zəngin xəzinənin səhifələrini çevirdikcə, görkəmli musiqi xadimləri ilə, öz həmkarları, xarici ölkələrdəki dostları ilə görüşür. Bəhram müəllim, siz Azərbaycan İSSR Xalq Artisti adı almanız münasibəti ilə təbrik edir sizə. Azərbaycan xalq musiqi sənətimizin inkişafı yollarında yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Çox sağ olun. Mən sənətə, sənətkara yüksək qiymət verən Komünist Partiyasına, Sovet dövlətinə minnətdarımı bildirirəm. Bundan sonra da Azərbaycan teatr sənətinin inkişafı yolunda can başla işləyəcəm. 50 ildir ki, opera teatrının səhnəsində Leyli və Məcnun, Əsli və Kərəm, Aşıq Qərib, Şah Sənəm, Arşın Mallan, Nərgiz operalarını Solotarda müşahidə etmişsiniz. Bəs səhnədə müğənnilərlə işiniz barədə nə deyə bilərsiniz? Biz gənc müğənniləri opera teatrına qəbul edəndə, hər halda onlar müqamatı bilib gəlirlər teatra. Bilməsələr bizə lazım deyirlər. İntihası biz oyuna keçmiş dərsimiz odur ki, operadan nə cürə lazımdır oxumaq, misal üçün, Çargah muğamı Leyli Məcnunda gedir. Onun ham hissələri getmir. Müəyyən yerlər var, müəyyən qəzəllər, Füzulinin qəzəlləri var. Onlar nə cürə lazımdır, biz onları dərs keçirik. Onlar hazır olandan sonra keçirik səhnəyə. Səhnədə onlarla repetisiya edirik. Tarsız olmaz, çünki muğam operasında hamı yerində tar iştirak edir. Hazır olandan sonra veririk afişəni, sonra tamaşaya veririk cəmaatın istifadəsi.